Sən insansan, gödək ömrü mərd yaşa. Namərd olub yaşamağa nə var ki? Kişisənsə, el yükünü daşısan, öz yükünü daşımağa nə var ki? Salam istəkli tamaşaçılar, 24 News TV-nin efirində, Ədəbi Üfüqlər verilişində xoş gördük hər birinizi. Verilişimizin bugünkü qonağı tanınmış ziyalı, Borçalımızın fədakar maarif işçisi, Gürcüstan Birləşmiş Aşıqlar Birliyinin sədri, şair Xəlil Hüseynovdur, Xəlil müəllimdir. Və mənim sağ tərəfimdə əyləşən verilişimizin yaradıcılarından biri, folklorşünas yazıçımız Şöhrət ordenli Əli Abbasdır. Və verilişimizə öz sədəfli sazı ilə xüsusi rəng qatan Kür üstündən Aşıq Mirzə qardaşımızdır. Və verilişimizin bu yerində elə Aşıq Mirzədən xahiş edək ki, bir havanla açılış eləsin, bəli.
Sağ ol. Hörmətli Xəlil müəllim, əvvələ bütün tamaşaçılar adından sizi bu nəfis, gözəl, bu samballı kitabınızın çapdan çıxması münasibəti ilə təbrik edirik. Sizə yeni yaradıcılıq uğurları arzuluyuruq. Və mənim üçün də, tamaşaçılarımız üçün də çox maraqlıdır ki, siz bu kitabı Axtaracaq Ellər Məni adlandırıbsınız. Çox maraqlıdır. Ellər sizi nə üçün axtaracaq? Nədən ötürü axtaracaq? Niyə axtaracaq? Bu barədə bir-iki kəlmə xahiş edərdik. Buyurun. Borçalının elə bir kəndi yoxdur ki, ya məni orada tanımayalar, ya o kənddə mən çıxış eləməyəm, ya da o kəndlərdə mənim tələbələrim olmayaq. Ona görə də zaman gəlir, vaxt gəlir, qocalırıq. Ola bilsə bir gün yaddan çıxacaq, bir gün ölüb gedəcək. O vaxt əlbəttə ki, bəzi Borçalı ucqar kəndlərində ola bilsə Xəlil müəllimi axtaracaqlar. Xəbər alacaqlar ki, belə-belə bizim bir müəllim var idi, bizim bir ağsaqqal müəllim var idi. Mən əksər tələbələrin, uşaqların hamısını məktəbdə dərs demişəm. Mən 3 məktəbdə direktor işləmişəm. O 3 məktəbdə başqa kollecə direktor olmuşam. 15 il mən kollecə rəhbəri eləmişəm. 10 ildə mən universitetə dekan vəzifədəşdim, universiteti rəhbəri eləmişəm. Bu müddət ərzində mənim siyahımda 100-lərdən artıq tələbələr var. Bax, həmən o tələbələr yeri gələndə əlbəttə ki, məni arayacaqlar, məni axtaracaqlar, axtaracaq ellər məni kitabın əsas məzmunu bunlar ibarətdir. Çox sağ ol Xəlil müəllim. Xəlil müəllimin yaradıcılığını araşdıranda, hörmətli tamaşaçılar, mən gördüm ki, bizim Borçalımızın söz sərrafı İbrahim Xəlil müəllim bu Axtaracaq Ellər Məni kitabına yazdığı ön sözdə yazır ki, mən Xəlil müəllimi tanıyandan onu həmişə baş meydanda görmüşəm. Həm tanınmış ziyalı, maarif fədaisi, fəal ictimaiyyətçi, Aşıqlar Birliyinin sədri, həm də sadə, səmimi bir insan kimi. Və İbrahim Xəlil müəllimin sözündən yola çıxaraq, burada Mirzə Əkbər Sabirin bir bəndi mənim yadıma düşür. O deyir ki, bənzərəm qocaman bir dağa ki, dəryada durar. Və Xəlil müəllim öz şəxsiyyətinlə, öz fəaliyyətinlə həqiqətən İbrahim Xəlil müəllimin yazısına görə, dediyinə görə, müşahidəsinə görə həmişə dağ kimi dəryada durubdur. Və bir də Koroğlu dastanından bir məşhur beyt var. Orada deyir ki, qullar qabağında gedən tirəm mən. Və Xəlil müəllimi tanıyanlar, Xəlil müəllim həmişə qabaqda gedən görüblər, öndə gedən görüblər. Və mən elə bu yerdə Xəlil müəllimin həm yaşıdır, həm həmkarı, bizim çox hörmətli, şöhrət ordenli yazıçımız Əli müəllimdən soruşmaq istəyərdim. Əli müəllim, siz Xəlil müəllimi necə tanıyırsınız? Xəlil müəllim duruşunla, oturuşunla, görkəminlə əsl Borçalı ağsaqqalı, Borçalı ziyalısını andırır bizə. Xəlil müəllimlə mənim dostluğum, ya tanışdığım uzun illərə söykənir. Amma bu illər ərzində mən Xəlil müəllimi sözün əsl mənasında Borçalının bütün statuslarını, ağsaqqal statuslarını özlərində cəmləşdirən, gəzdirən bir ağsaqqalımız, bir dostumuz, bir ziyalımız kimi bilmişəm, qəbul eləmişəm. Bir söz var, deyir ki, hər yeyilən noğul deyil, hər dediyin nağıl deyil, hər doğulan oğul deyil, oğul gərək Xəlil müəllim kimi olsun. Çünki bütün varlığınla, bütün həyatınla, gördüyü işlərlə, həyata baxışınla, uzatdığı o əlinlə, o sadə əlinlə, görüşünlə, sözünlə, söhbətinlə Borçalı ağsaqqalının sırasında dayanan bir gözəl, təmkinli, hər şeyi özündə əks etdirməyi bacaran bir ziyalımızdır.
Xalil müəllim Cöyroğlu nəslindəndir. Xalil Cöyroğlu deyirəm ona. Çünki Borçalının qədim, çox qədim kəndlərindən biri olan Nərimanov kimi kişi yetişdirən bir elin, bir obanın ağsaqqalı ancaq belə olardı. Mən Xalil müəllimə uzun ömür, can sağlığı arzu edirəm. İnşallah Xalil müəllim bu deyilənləri, bu sözləri, söhbətləri... Sözümü kəsmək istəmirəm. Buyur. Bəyək Hümmət müəllimlər ikiniz də barabarlaşsınız. Biraz mənim üstümə düşdünüz ki, sən baban haqqında əlaksız Hümmət müəllim biraz mənə ərki çatdı. Mənə göstəriş verir ki, Xəlil müəllim, bu kitabda sən Cöyroğlu Qara haqqında çox az yazırsan. Mən sana xahiş elədim, biz də sana kömək eləyək. O kişi haqqında lazımı dəyərləri, lazımı hadisələri yaz, qələmə al, qoy Borçalı ziyalıları, Borçalı gələcək, Borçalı ağsaqqaları onu tanısın. Xalil müəllim, mən o kişi haqqında, Əbdülrəhəm bəy Haqverdiyevimin haqqında, bilirsiniz, 3 il Borçalıda işləyirdi. O qonaq deyildi kitabında. O qonaq deyildir kitabında, mən orada o məsələyə toxunmuşam. Bəli, doğru. Sözün həqiqi mənasında sizin babanız qəhrəmanlıq eləyibdir. 18-ci ildə Sandar qırğınının qarşısını alıbdı o adam. Tarixi bir ağsaqqalımız olubdu. Və belə də qərara gəlmək olur ki, doğrudan da sizin nəsildə belə gözəl, tötəli, oturuşlu, duruşlu, Borçalıya yaraşan, Borçalıya bağlı ağsaqqallarımızın özündə cəmləşdirən ağsaqqallar olur sizin nəslinizdə. Və o nə olmaz? Sual gedər, naqdan bir də gedər və ot kökü üstündə bitər deyiblər. Biz bunu səndən gözləyirik. Çox İnşallah. Və özü də, sən bizim nəsli yaxşı tanıyırsan. bəli, özü də, mən sizə bir şey deyim ki, siz bunun öhdəsindən gələ bilirsiniz. Mən buna görə sizə təşəkkür edirəm. Sağ olun. İnşallah o da yazılar, o da bizim əhalimizə, xalqımıza, millətimizə təqdim olunar. Və bu kitabı vərəqləyəndə mən gördüm ki, orada Xəlil müəllim təkcə gözəl şeirlər yazmır. Xəlil müəllim həm də əlində qılınc əvəzi qələm poeziyamızın, dilimizin saflığı uğrunda, mənalı olması uğrunda o üzdən İraq yazarlarla mübarizə aparır. Və onun şeir yazmaq adlı şeirini burada tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyərdim və əlbəttə aşığımızın müşayiətinlə. Şeir yazmaq, odun yarmaq deyildir. Parçalayıb hər tərəfə tökəsən. Şeir yazmaq, nağıl yazmaq deyildir. Yalan falan, nə istəsən sökəsən. O incidir, inci düzülür. Qəlbdən dilə incə süzülür. Mirvaridən incə nəzilir. Bostan deyil, nə istəsən əkəsən. Şair əgər öz yerində yanmasa, şair əgər öz şeirində yanmasa, yazdığını hətta çoban qanmasa, qafiyəsi, hecası düz olmasa, inan ki sən şeir adına ləkəsən. Şeir odur, sönən közü yandıra, cavanları alışdıra, qandıra. Sən yazdığın şeir qalsın andıra. Onun üçün də sən şeirə ləkəsən. Bax, Xəlil müəllim, Sağ ol, Hümmət müəllim. bu cürə Burada biraz kritika yol verdi, zərər yoxdur, ne olar da indi. çox gözəl, çox mənalı yazılmış, yerində yazılmış bir şeirdir. Xəlil müəllim sizin sahəyə də toxunur, yəni folklorumuza da daxil olur və orada çox gözəl bir deyimdir ki, sən yazdığın şeir qalsın andıra. Dilimizdə belə bir şey var, belə bir ifadə var. İcazə olursa iki cümlə ilə mən bunu tamamlayım. Buyur. Bizim Şamil müəllim Ziyad Əliyevi yaxşı tanıyırsınız. Bəli, çox yaxşı. Bizim qəzeti müxbiri. Mən bu şeiri yazdım, onu stolun üstə qoydum ki, Şamil müəllim, səni çox Borçalıda yazarlar var. Hamısı gəlib sənin nadir xəbər alacaq, icazə istəyəcək ki, mənim şeirimi qəzetdə yaz. Sən borcludur, bunu eləməksən. Ancaq sən də biraz şeiri bir analiz elə. Gör şeirdə. Onun üçün yazdım ki, bəli, şeir odur,
Söylən közü yaldıra, cavanları alıştıra yaldıra. Bəli. Sən yazdığın şeir qalsın qaldıra. Onun üçün də sən şeir eləkəsən. Bunu dedim onlara göstər. Ondan sonra o şeiri Yəni çap edib verir, bu özüm. misra Xəlil müəllim, Əri müəllim, bu misra bir bədii tapıntıdır. Mən bu fikirdəyəm. Yəqin ki, tamaşaçılar da mənlə razılaşarlar. Xəlil müəllimin yaradıcılığında bir yurt sevgisi var, bir vətən həsrəti var, bir Təbriz yanğısı var, bir Ərzurum qüssəsi var. Bu yurt sevgisi onun doğma kəndi Qızılhacılıdan başlayır. Bütün Borçalını, İranı, Turanı, böyük Türk dünyasını dolaşır. Ərzurumun dağlarında Türkümə qurban olum adlı qəlblərə riqqət gətirən 64 bəndlik bir gözəl şeirə çevrilir. Aşığımızın müşayiəti ilə o şeirdən mən bir neçə bənd demək istəyərdim. Buyur, hörmət verin. Xəlil müəllim yazır ki, Ərzurum baba elim, ağzımda şirin dilim, soyulsam dilim, mən türkü unutmaram, türkümə qurban olum. Mən yabancı deyiləm, Bozqurdun qurd oğluyam, Borçalıda doğulmuş Azərbaycan oğluyam. Ərzurum canımda can, Ərzurum qanımda qan, Ərzurum dinim, iman, türkümə qurban olum. Koroğlusu, Bolusu, Giziroğlu, Alısı, ay qocası, qarısı, mən sizi unutmaram, türkümə qurban olum. Düşmənləri boğmağa, bayrağımı sancmağa, Qarabağı almağa, bir sənə çatır ərkim, ay mənim ulu türküm. Və Sağ ol, hörmət verin. aşığımızdan xahiş edək verilişimizin bu yerində öz mahnısıyla, öz musiqisinlə bir daha verilişimizə rəng qatsın. Saçlarım amandır balam, amandır ay balam ölüm. Ola yahtı peymana yüzüdür karına eşkine. Ağarmaylan ay saçlarım amandır balam, amandır ay balam ölürüm atayım. Allah rəhmət eləsin. Əli müəllim, Türk mövzusundan Xəlil müəllimin yazdığı şeiri dinləyəndə gördüm ki, sizi də tutdu bu şeir. Bəlkə nəsə də əlavə eləmək istəyirsiniz. Sözün əsl mənasında Xəlil müəllimin görkəmi, hərəkəti, oturuşu, duruşu, danışdığı sözlər, həyata münasibəti mənə əsl bir Borçalı ağsaqqalını yaradıb mənim nəzərimdə və elə də yaşadır. Xəlil müəllim bizim sazımıza, sözümüzə bir gün ağsaqqallıq eləyir. Sahib çıxan adam. Əgər sazımız varsa, Xəlil müəllim sözümüz də var. Əgər sözümüz varsa, demək danışmağa üzümüz də var. Və ona görə siz elə bir cəmiyyətə, elə bir quruma rəhbərlik edirsiniz ki, bu bizim xalqın mənəviyyatıdır, keçmişidir və gələcəyidir. Əgər biz sazımızı yaşatsaq, mənəviyyatımızı yaşadacağıq. O mənəviyyatı ki, mən demişəm, folklor kitabında bu gün də deyirəm, əgər
hansı xalqın folkloru zəngindirsə də, o xalqın mənəviyyatı da zəngindir. O xalqın tarixi də, ədəbiyyatı da, mədəniyyəti də, Xalı müəllimin görkəmi də, danışdığı da, şeirləri də, bu kitabı mən də bıraxlamışam. Borçalıya bağlılıqdır, elimizə bağlılıqdır, milli xüsusiyyətimizə bağlılıqdır, əməyə bağlılıqdır, qonaqpərvərlikdir, kişilikdir, mərdlikdir, etibardır, gələn qonağının qabağına çıxmaq şücaətidir. Bu kitabın içində olan şeirlərimizin hamısı. Sağ ol Əli müəllim. Elə verilişimizin bu yerində onda şairin öz dilindən Borçalımız haqqında yazdığı şeirlərdən bir-iki misrasına qulaq asaq. Təbiət bəzəyir dərəri düzü, gəlir səxavətli yol Borçalıya. Aşıqlar söhbəti, şairlər sözü, heyf ki deyilir az Borçalıya. Qoynunda bir dahi ilham alıbdır, Nikolay kökədə kötan salıbdır, nadanlığa burada balta çalıbdır, adı Nərimandır, yaz Borçalıya. Qoynun bir cənnətdir bahar çağında, Kür çayı salında, Lərvar sağında, çoban bayatçısı Kür qırağında, qoşulur titrəkdə söz Borçalıya. Aləmə bəllidir bu oba bu el, Borçalı kökəyi qızıl hacılı el, ədalətə deyil, çalsın sarıç el, yaraşır sədəfli saz Borçalıya. Xəlil arzulayır sənə min ömür, qartal vüqarlısan pəncəsi dəmir, görfələr səndən, ana təsi dəmir, deyirəm dəyməsin göz Borçalıya. Deyirəm dəyməsin göz Borçalıya. Sağ ol Əli müəllim. Borçalımız var olsun. Xalqımız var olsun, dövlətimiz var olsun. Və hörmətli tamaşaçılar, Xəlil müəllimin kitabında gözəl rübailər toplanıbdır və təmsillər toplanıbdır, hansı ki quşların, heyvanların dili ilə Xəlil müəllim təmsillərdə cəmiyyətimizdəki naqisliyi, cəmiyyətimizdəki geriliyi qamçılayır. Rübailərində ellərimizin, obalarımızın, dağlarımızın, dərələrimizin gözəlliyindən söz açır və bir ağsaqqal kimi, bir ziyalı kimi, bir böyük kimi şeirlərində cavanlarımıza məsləhətlər verir, onları düzgün yola çağırır. Bax, bu ağsaqqal sözü gələcəyə, doğru yola çağırış Xəlil müəllimin yaradıcılığından bir qırmızı xət kimi keçir. Xəlil müəllim yazır ki, imkanlı adama yaltaqlıq etmə. Sənə deyəcəklər yamaqdır, yamaq. İmkansıza əl tut, məhəbbət eylə. Qoy sənə desinlər, dayaqdır, dayaq. Demə, kim qarşımı saxlaya bilər? Dağlar da yerindən laxlaya bilər. Düşməni heç zaman zəif bilməsən, qəfildən arxandan oxlaya bilər. Qanmazın yanında heç danışma sən, o basar bağlayar, heç qarışma sən. Həddini aşacaq, yersiz güləcək, meydanda onlarla heç yarışma sən. Gücün çatmayanla yarışma oğul, haqsız heç bir işə qarışma oğul. Səni bəd əməllə sınayan olsa, heç zaman onlarla barışma oğul. Xəlil müəllimin yaradıcılığında bu cürə nəsihətamiz şeirlər olduqca çoxdur və Borçalımızın füsunkar təbiətinin tərənnümü, Borçalımızın gözəl insanlarının, dəyərli insanlarının tərənnümü bu kitabda yer alıbdır. Çoxlu həsr olunmuş şeirlər var. Və istəyərdim ki, Xəlil müəllimin daha bir şeirini tamaşaçılarımızın diqqətinə çatdırım. Zarafat olmaz adlı bu şeirdə Xəlil müəllim öz dünya görüşündən, öz həyat təcrübəsindən çıxış eləyərək belə deyir.
Sözü var, gücü var, sərt duruşu var. Dünya ilə zarafat eləmək olmaz. Gələn gələcəkdir, köçən köçəcək. Köçəni heç zaman saxlamaq olmaz. Çoxları at mindi, at çapdı getdi. Çoxları sərvətin atdı da getdi. Çoxları aranı qatdı da getdi. Dünya ilə zarafat eləmək olmaz. Tufanlar yaradıb, dağlar uçuran, zəlzələ yaradıb, ellər qaçıran, leysanlar yağdırıb, odlar saçdıran, dünya ilə zarafat eləmək olmaz. Və Xəlil müəllim öz şeirlərində bu cürə gözəl lövhələr yaradır, bədii lövhələr ustasıdır. Xəlil müəllim şeirlərinlə bir rəssam kimi Borçalımızın təbiətindən gözəl, canlı lövhələr yaradır. Xalil müəllimə uzun ömür arzu edirəm. Borçalı ağsaqqallar adından, Borçalı alimləri, yazıçıları adından, bir Azərbaycan yazıçılarının üzvü kimi bütün yazıçılar adından Xalil müəllimə yeni yaradıcı uğurlar arzu edirəm. Və deyirəm, Xalil müəllim, ruhdan düşmə. Hələ sən haradasan ki, bu kitabdan başqa yenə səndən kitablar, əsərlər gözləyir inşallah. Cöyüroğlu Qara haqqında mütləq sənin qeydlərin var. Onu oxuculara çatdırmalısan. Sağ ol. Ümmət müəllim, Bəli, buyur. mənim babamın şəkillərini göstərərsə bir oxucular da, tamaşaçılar da onu görərlər. Xəlil müəllim yazır ki, mərd meydanda mərd dayanar, arxa durar, sərt dayanar. Haqsızlığı görən yerdə, mərd köksündə dərd dayanar. Əl ver, əl uzadana, pay ver, qəbir qazana. Quru salam da vermə, qudurub yol azana. Söz verdin, əməl eylə, sözü kəsə, düz söylə. Var dövləti çox görüb, vuruşma yerlə, göylə. Və bir də Xəlil müəllim yazır ki, şeir sənət ocağında kimlər varsa, mən də varam. Var dövlətdə gözüm yoxdur, sərvət ilə yoxdur aram. Ömrüm boyu yeməmişəm, bir tikə də olsun haram. Mən qartalam, mən şahinəm, nə yapalaq, nə də saram. Ziyalılar arasında ziyalı tak, mən də varam. 5-3 kəlmə şeir qoşub, şair təki, mən də varam. Xəlil müəllim, şair kimi çıxdığınız bu yolda sizə bütün tamaşaçılar adından uğurlar arzulayıram. İnşallah sizdən gələcəkdə yeni əsərlər gözləyirik. Aşıq qardaş, buyur görək. Ey pəhlivanlar ailələ qəhrəmanlar yurdusan, doğmasan ədirsən, bizə borçalı ölürəm aman. Sağ ol. Ailə qeyrət meydanında yay, lələ qalib ordusan. Eyvallah. Birim cavab verək, yüzə borçalı. Dillərdən düşməyən ay,
ləlay ay ləlay ədiblərin var. Ay elə şarin alimin tabiplərin var. Ay elə sizinlə fərq edir ay lələ ustad şamandan. Yazsın dastanını təzə borçalı. Sevirəm ama. Sağ ol Üstad, sağ ol. Hörmətli tamaşaçılar, bugünkü verilişimizdə Xəlil müəllimin yaradıcılığına bir işıq salmağa çalışdıq və sizə də işıqlı günlər arzulayırıq. Növbəti verilişlərimizdə görüşənə qədər sağ olun, sağlıqla qalın.